28 oktyabr 4-cü siniflər üçün keçirilən monitorinq suallarının izahını bugün verəcəm. Metinləri oxumayacağım, uzun metinlərdir, vaxt getməsin deyə sadəcə burada görüntüdə göstərirəm. Özünüz oxuyun və cavablarla tanış olun. Birinci sualımız belədir. Mətndə hansı məlumat yoxdur? Əməlli insanlar filləri zooparkda rast gələ bilirlər. Fillərin hündürlüyü 3 metrdən hündür olur. Fillərin ağırlığı 5 tondan çoxdur. Fillərin pəncələrinin diametri maşın təkərinin diametri ilə eynidir. Burada filin hündürlüyündən bəhs eləmir. Ona görə bir də B bəndi olacaq. 2-də mətnə daha necə ad vermək olar? Fillərin faydasından bəhs eləmir. Filin ayağı yerə döymə səbəbi insanda fil yerişir. Filləri zooparkda necə saxlayırlar? Burada filin ayağını yerə döymə səbəbi ola bilər, çünki digərləri məntiq olaraq uyğun gəlmir. Üçüncü sual. Filin yüngül və səssiz yerimə səbəbi nədir? Doğru fikirlər seçirik. Ayağının altında piy qatı var. Bəli, biri götürəcək. Fillər ağacların arasında gizlənir. Xeyr, bu olmayacaq. Fillər sakit yerlərdə gəzir. Ayağını yerə basanda pəncəsi yay kimi açılır. 1-4-ü götürsək burada bənd eləyəcək. Dördüncü sual. Verilmiş cümlələri mətnə əsasən sıralayın. Fillər palçıqda sürüşmürlər. Fillər çox səssiz və sakit yeriyirlər. Fillərin hərəkət sürəti saatda 6 km-dir. Yeriyəndə səs salan adama fil kimi ayağını yerə döymə deyirlər. Mətnə əsasən burada sıralasaq, yeriyəndə səs salan adama fil kimi ayağını yerə döymə deyilir. 4-ü götürərik. 2-ni fillər çox səssiz və sakit yeriyirlər. Sonra 1. Fillər palçıqda sürüşmürlər. Ən son isə fillərin hərəkət sürəti saatda 6 km-dir. D bəndi olacaq. 5-ci suala baxırıq. Filin qaçma sürəti nə qədərdir? Burada filin qaçma sürətinə saatda 40 km-ə qədər olduğu qeyd edilib. Ona görə olacaq C bəndi. 6-cı sual. Fil hoppanarsa nə baş verər? Filin ayaqları sına bilər. Ən son abzasda bunu qeyd eləyir. 7-ci sual. Müəllifin bu mətni yazmaqda əsas məqsədi nədir? Fillərin faydasından bəhs etmək, fillərin qidalanması haqqında məlumat vermək, fillərin yerişi haqqında məlumat vermək, fillərin yaşadıqları ərazilər haqqında məlumat vermək. Burada olacaq C bəndi, yerişi haqqında əsasən məlumat verir. Ona görə. 8-ci sual. Hansı cümlədə bənzətmə var? Bənzətmə oxşatma mənasına gəlir. Nəyəsə oxşatma, kiməsə oxşatma. Ona görə burada A bəndi olacaq. Yeriyəndə səs salan adama irad tutaraq fil kimi ayağını yerə döymə deyirlər. 9-cu suala. 9-cu sualda bildirilir ki, əgər fillərin ayaqlarının quruluşu belə olmasaydı, təhlükəli yerlərdə yerimək onlara çətin olardı. Cümləsi hansı abzasa uyğundur? Baxırıq. Əslində isə fillər çox yüngül və səssiz yerlər sürü şəklində ağacın arasında gözlənmədən peyda olur və səssizcə yoxa çıxırlar. Deməli, təhlükəli vəziyyətdə səssizcə yoxa çıxırlar. Bu halda biz götürərik. Baxın, birinci abzas, bu isə artıq ikinci abzasdır. Deməli, ikinci abzasa görə olacaq B bəndi. 9-cu sualda B bəndi, 10-cu sual. Aşağıdakı sözlərdən hansı birinin mənası düzgün qeyd olunub? Diametr çevrənin mərkəzindən keçib onu 2 bərabər hissəyə bölən düz xətdir. Bəli. Çapıq sıxılıb buraxdıqda əvvəlki vəziyyətini ala bilən, xeyr, biz buna elastikli deyərik. Yay, bədənin hər hansı bir yerində sağalmış yara yeri, xeyr. Pəncə sürü halında yaşayan heyvanlar, xeyr. Ona görə 10-da olacaq A bəndi. 11. Mətndə verilmiş stereotip sözünün mənasını müəyyən edin. Stereotip bir növ inanc, şuur altında olan inancımızdır. Filləri yalnız zooparklarda görən insanların beynində nədən belə stereotipin formalaşdığını asanlıqla başa düşmək olar. Deməli, heyvanlar pəncələri yox, tullana bilən heyvanlar yox, fillərin xarici görünüşü yox, A bəndi uyğun gəlir. Şuurlarda kök salmış düşüncə. Deməli, 11-də A bəndi, 12-də. Fillərin belə sakit, səssiz yerişləri onların həyatında nə kimi rol oynayır? Hündür ağaclardan yarpaq qoparı yeyə bilir. Fillər səscə təhlükədən uzaqlaşmasına şərait yaradır. Bəli. Zooparklarda yaşaya bilirlər. Xeyr. Bataqlıqlardan keçə bilmirlər. Xeyr.
B bəndi 12-də. 13-də müəllif hansı məlumatı sonuncu abzasda qeyd etmişdir? Sonuncu abzasdan bəhs edir. Fillər palçıqda sürüşmür. Pəncələrin diametri maşın təkərinin diametrini ötür. Xeyr. Fillər hoppanırsa onların ayaqları bir neçə yerdən sına bilər. Bəli, ən sonuncu abzasda bunu bəhs edir. Mətndə baxa bilərsiniz. C bəndi olacaq 13-də. Aşağıda verilənlərdən hansı biri söz birləşməsi deyil? Filin ayağının altı deyəndə söz birləşməsidir. Yeriyəndə tələsmirlər. Baxın, bu cümlədir. Bitmiş fikri ifadə edir. Qalın pi təbəqəsi söz birləşməsidir. Pəncələrinin dərisi, pəncə dərisi söz birləşməsidir. Ona görə 14-də B bəndi olacaq. Aşağıdakı fikir mətnin hansı abzasında öz əksini tapıb? Fillərin toplanması onlar üçün çox böyük təhlükə yarada bilər. Deməli, baxın, sonuncu abzasdır bu, 4-cü abzas. Burada deməli, ancaq tullana bilmir, təsəvvür etmək olar. Bu ağırlıqda heyvan yerindəcə hoppansa ayaqları neçə yerdən qırılar. Ona görə də 4-cü abzas olduğuna görə olacaq D bəndi. Keçirik 16-cı suala. Deməli, bu mətnlə bağlıdır. Mətni göstərirəm, lakin oxumuram. Bərəkətlənən yaxşılıq mətni. Keçək sualına. 16-cı sual mətnlə bağlıdır. Gənc adam evdən hansı məqsədlə çıxdı? Parkda gəzməyə, hava almağa, bazarlıq etməyə, dostu ilə görüşməyə. Burada C bəndi olacaq. 17-ci sual. 17-ci sual mübahisə edənlərin problemi necə həll olundu? Gənc adam cibindəki 8 manat onlara verdi. Mübahisə edənlər bir-birinə güzəştə getdilər. Xeyr, belə bir şey olmur. Borcu olan adam borcunu qaytardı. Xeyr. Nə vaxtsa qaytaracağım deyə bildirdi mətndə. Problemi həll edə bilmədilər. Xeyr, həll edə bildilər. Gənc adam bunu həll elədi. A bəndi 17-də A bəndi uyğun gəlir. 18-ci sual. Adamlar problemlərini söyləndə gənc adam nə düşündü? Borcu olan haqlı olduğunu, borcu istəyənin haqlı olduğunu, hər ikisinin haqlı olduğunu, hər ikisinin haqsız olduğunu. Xeyr, o hər ikisinin haqlı olduğunu düşünür və son pulunu da həmin borcu istəyən adama verir. 18-də C bəndi uyğun gəlir. 19-cu sual. Gənc adam evə əli boş dönəndə həyat yoldaşı nə üçün məmnun qaldı? Deməli, evə ərzaq yox idi. Xeyr, həyat yoldaşının əlavə pulu var idi. Adamları görməzdən gəlmişdi. İki adam arasını düzəltmişdi. D bəndi daha uyğun gəlir. Daha deyəndə ən uyğun gələn D bəndidir. 20. Adam hekayənin sonunda nə qədər pul qazanmış oldu? Hekayənin sonunda 100 manat qazanmış oldu. Çünki o 200 manatı almışdı. Öküzü 200 manatı almışdı və 100 manatdakı ondan qazanc qalmışdı. 100 manat öz borcunu vermişdi və 100 manat da qazanc qalmışdı. Ona görə 20-də B bəndi olacaq. 21 mətnin ideyasına əsasən sualları cavablandırın. Gənc adamın belə asan yolla pul qazanmasının səbəbi nə idi? Deməli, xeyirxah olması, bəli, xeyirxah olması uyğun gəlir. 22. Mətni necə adlandırmaq olmaz? Gənc adamın alveri, yaxşılıq edən yaxşılıq görər. Baxın, bütün variantlarda yaxşılıq sözü, xeyirxahlıq sözü var. Bəli, bu adama uyğun gəlir ki, xeyirxah adam idi. Amma gənc adamın alveri bura uyğun gəlmir. 22-də A bəndi. 23. Hansı epizod gəncin öz hərəkətlərindən razı qaldığını göstərir? Bir neçə gün sonra gənc adam yenə evdən çıxdı. Gənc adam yolda öküz aparan bir adam gördü. Gənc adam pulunu bir ay sonra ödəmək şərti ilə öküzü aldı. Aranı düzəltmək üçün verdiyim 8 manat bizə 100 manat olaraq qayıtdı. Mətnin sonunda bu cümləni qeyd edir. Ona görə də D bəndi 23-də uyğun gəlir. Mətnin əsas ideyasını seçin. Əsas ideya mübahisə edənləri barışdırmaq lazımdır. Xeyr. Etdiyimiz yaxşılıqlar mütləq bizə geri qayıdacaq. Bəli, C bəndi olacaq 24-də. Suala baxırıq. İki adamın arasını düzəltmə ifadəsinin mənası hansı bənddə düzgün verilib? Adamları barışdırmaq. Arasını düzəltmək, bəli, barışdırmaq olacaq. 25-də bəndi.
26. Mətnin məzmununa əsasən ardıcılığı müəyyən edin. Yəni ki, ilk nə baş verib və sonra nə baş verib. Ona görə quracağıq. Deməli, gənc adamın 8 manatla bazara getməsi 4. 2 nəfər mübahisəsini həll etməsi 1. Borc almağa gedərkən öküz alması və satması 2. Evə bazarlıq edib dönməsi 3. Bu halda və bəndə olacaq. 27. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Gənc adam laqeyd idi, xeyirxah idi. Təbii ki, xeyirxah idi. Həyat yoldaşı tünd xasiyyətli idi, yoxsa mehriban idi? Mehriban idi. Düzgün variantları götürsək, rəqəmləri 2, 4. Bu halda debəndə olacaq. 28. Mətndə gözdən it ifadəsi əvəzinə hansı söz işlədilə bilər? Gözdən itmək, çıxıb getmək və uzaqlaşmaq. 1-3 A bəndə olacaq. 29. Mətndə hansı sual cavab yoxdur? Gənc adamın cibində cəmi nə qədər pul olduğu deyilirdi. Gənc adam öküzü neçə aldı deyilirdi. Öküz satan adamın adı nə idi? Orada təbii ki, addan bəhs eləmir. 29-da C bəndə olacaq. 30. Mətndə verilmiş evin ehtiyaclarını qarşılamaq ifadəsinin mənası nədir? Evin ehtiyaclarını qarşılamaq, evə lazım olan nəsə almaq mənasına gəlir. 30-da olacaq C bəndi. 31-ci sualımız riyaziyyat fənni ilə bağlıdır. Boş xanaya uyğun ədədi müəyyən edin. 4-dəki dəqiqə neçə saniyədir? Bizim 1 dəqiqəmiz yazıram 60 saniyədirsə biz onun 4-dəkisini tapmalıyıq. Bu halda, yəni vurma əməlini yerinə yetiririk. 60-ı məxrəcə bölüb sürətə vururuq. 60-ı məxrəcə biz bölürük. 64-ə bölünür 15 dəfə. 15-i də 2-yə vursaq olacaq 30. Bu halda cavab A bəndi olacaq. Keçirik 32-ci suala. İndi saat 18:00-dur, yəni 6 tamamdır. Saatın əqrəblərini əmələ gətirdiyi bucaq neçə dərəcədir? Burada biz görürük ki, açıq bucaqdan bəhs edir. Yəni açıq bucaq var, 6 tamamı göstərirsə. Açıq bucaq 180 dərəcədir. 32-də A bəndi. 33-cü sual. 947.371 ədədindəki 4 rəqəmi mərtəbə vahidi aşağıdakılardan hansıdır? Deməli, baxırıq. Biz buradan 3 dənə ayırsaq, bizim 7 minimiz minliklər, 4 minimiz isə 10 minliklər mərtəbəsidir. Biz 4-ü neyniyərik? 4-ü 10 minə vurarıq. Bu halda olacaq 40 min. Cavab D bəndi. 34-cü suala baxırıq. Anar aldığı almaları 5 qaba bərabər sayda yığdı. Hər qabda 8 alma oldu. Baxın, hər qabda 8 alma var. Və 5 qaba bərabər sayda yığıb. Cəmi almaları bizdən soruşursa, bu halda biz 5-i 8-ə vurarıq. Olacaq 8 vur 5, 40 B bəndi. 35-ci suala baxaq. Aşağıdakı rəqəmlərdən hansı 764 kiçikdir 7A6 ifadəsini A-nın yerinə hansı yazıla bilər? Elə yazmalıyıq ki, burada bərabərlik doğru olsun. Biz 4 qoysaq A-nın yerinə olacaq 746. Bu halda 746 böyük deyil axı 764-dən. 5 qoysaq yenə böyük deyil. 3 qoysaq yenə böyük deyil. 8 qoya bilərik. Çünki baxın belə olacaq. 764 kiçikdir 7, 786. Baxın, bərabərlik bu halda daha doğru oldu. Ona görə də cavab olacaq C bəndi. Keçirik 36-cı suala. Toplananlardan biri 136, digəri 6-nın 8 qatı olarsa, cəmdən 43 vaid böyük olan ədəd neçədir? Deməli, yazaq. 136, digəri isə 6-nın 8 qatıdır. 8 dəfə 6 neçə eləyir? 48 eləyir. Toplayırıq. 6 üstü 8, 14. 1 yadda 7, 8 və 1. Yenə deyir ki, 43 vaid. Baxın, bu cəmdən 43 vaid böyük ədəd. Bunun da üstünə 43-ü gəlsəm. Deməli, biraz əyri yazdım. Amma baxın, 4-ün üstünə 3-ü gəlirəm. 7, 12 eləyəcək 2, 1 yadda.
Bir üstə də 1, 2 eləyəcəm. 227 olacaq B bəndi. 7-ci suala. Aşpaz bidondakı 6 litr südün 3 litrindən şirniyyat hazırladı. Bidonda neçə litr süd qaldı? 6 litrindən 3 litrini təbii ki çıxarıq. Bu halda qalacaq 3 litr A bəndi. 38-ci sual. 525-dən 264 vahid böyük olan ədədi tapın. 525-i yazaq. 264 vahid böyük ədəd təbii ki toplama əməlini yerinə yetirir. Çünki bizdən böyük ədədi soruşur. 9, 8, 7, 789. 38-də olacaq A bəndi. Keçirik 39-a. Boş qalan yerinə uyğun variantı seçin. Baxın, vuruqlardan biri burada 0-dır. Deməli, mən 5203-dən 3203-ü çıxsam belə, onu bölsəm belə 4-ə. Cavab nə olursa olsun 0-a vursam 0 olacaq. Hər hansı bir ədəd fərq eləmir. 0-a vurulduqda nəticə 0 olacaq. Əgər nəticə 0-dırsa, bizim sağ tərəfimizə baxaq bura. 3000-i 5-ə bölsək əldə edəcəyik 600. Nəticə. Deməli 0 və 600-ü müqayisə eləsək, təbii ki burada 600 böyük olacaq. Ona görə də böyükdür işarəsi D bəndi. 39-da olacaq D bəndi. Növbəti 40-a bax. 40-cı sualda düz bucaq neçə dərəcədə soruşur. Baxın, bayaqları tamam saatda 6 tamamı göstərirdi. 6 tamam açıq bucaq idisə, 180 idisə, bu gəlib yarıya kimi bükülüb bağlanıb görürsünüz. Deməli 180 yarısı düz bucaq 90 dərəcə olacaq. 40-da B bəndi. Keçirik 41-ci suala. Sürəti saatda 80 km olan maşın 9 saatda neçə kilometr yol gedər? Biz burada baxın 1 saatda 80 kilometrdirsə 9 saatda hər birində biz 80-i tapırıq. Neyinirik? 80 kilometre vururuq 9-a. 8 dəfə 9-da 72 edir. 720 kilometr B bəndi. Keçirik 42-yə. Xalçanın uzunluğu 5 metr, sahəsi 20 metrdir. Xalçanın eni nə qədərdir? Biz bilirik ki, sahədə eni uzunluğa vururuq. Elədir. Yəni en vurulsun uzunluq. Gəlin ən sadə şəkildə yazın. En vurulsun uzunluq. Baxın sizin üçün xalça təsəvvür edin ki, xalça düz bucaqlı formadadır da, bu formadadır. Uzunluğu 5-dir. Sahə 20-dir. Bu halda 5-i nəyə vuraram ki 20 əldə edeyim? Təbii ki, enimdə olacaq 4. Ona görə 42-də D bəndi. 43-cü suala baxırıq. A 100 qramdır, B 200 qram. Olarsa kütlələri bərabər olan kisələrin birinin çəkisini bizdən soruşur. Deməli 2 dənə A var. 2 dənə A varsa A'mız baxın 100-dür. A 100-dürsə burada 2 dənə A var. Deməli 100, 100. 200 A'dır. A bərabərdir 200. Burada o qədər səliqəli yazmaq olmur. Amma yəqin ki anlaşılır. B'də isə 3 dənə B'imiz var. 200, 200, 200 təsəvvür eləyin. Olacaq 600. 600-ün üstünə biz 200-ü gəlsək. Baxın. 600-də 200-ü gəlsək. Olacaq 800 elədir. Bir kisəni bizdən istəyir. Baxın, bunlar hamısı 800-dür bir yerdə. Bir dənə kisəni istəyirsə, biri olacaq 400, digər də olacaq 400. 400 qram olan variant A bəndidir. 44-cü sualda bizə şəkil verib. Şəkildə O nöqtəsi dairənin mərkəzidir. Baxın, buradır. Dairənin mərkəzindən bəhs eləyir. A və B üçbucağının növünü müəyyən edin. Baxın, bu üçbucaq növünü bizdən istəyir. Amma burada da kənarda bizə bir dənə məlumat verib, ipucu verib. AO bərabərdir AB-yə. Baxın. AO AB-yə bərabərdir. Əgər bu hissələr sadəcə bərabərdirlərsə,
Sadəcə yan tərəflər bərabərdir. Görürsüz, yan tərəflər bərabərdirsə, bərabər yanlı üçbucaq olur. Bütün tərəflər bərabər olsaydı, bərabər tərəfli üçbucaq olardı. Baxın, aşağının əlaqəsi yoxdur. Aşağı eyni tərəf deyil. Bərabər ola bilməz, fərqlidir. Sadəcə yan tərəflər burada bərabərdir. Bərabər yanlı üçbucaq olur. Deməli, D bəndi. Keçirik 45. 45-də piktoqrama əsasən bir gün ərzində hər növ dondurmadan neçə ədəd satıldığını müəyyən edin. Kvadratı bizə 100 olaraq verib. Deməli 100 biz hesablayacağıq. Yəni baxın, vanilli bir dənə kvadratdır, düzdür? Deməli 100-dür. Gedək variantda baxaq. Vanilli hansında 100-dür? A-da deyil, B-də deyil. C bəndində vanilli 100-dür. Sonra görə növbətlər uyğun gəlir. Bananlı 400. C bəndində bananlı, bəli 400-dür. Sonra çələkliyə baxaq. Çələkli 3 dənə kvadratdır, düzdür? Hərəsi 100 idi, deməli 300. Çələkli 300. Şokoladlıya baxaq. Çələkli 300, şokoladlıya baxırıq. Baxırıq 4 dənə kvadratdır, düzdür? Deməli 400. C bəndində də elə vanillini 100, bananlarını 400, çələklini 300, şokoladını da 400 olaraq qeyd edib. 45-də olacaq C bəndi. Keçirik 46-cı suala. Hansı fəza fiquru deyil? Kub fəza figurudur. Üçbucaqlı prizma fəza figurudur. Kuboiddir fəza figurudur. Lakin kvadrata baxın. Kvadrat nədir? Müstəvi figurudur. Ona görə də burada olacaq D bəndi 46-da. Sual, uzunluğu 6 cm, eni 8 cm olan düzbucağlığın perimetrini tap. Düzbucağlığını çəkək. Uzunluğu 6 cm-dir, eni isə 8 cm-dir. Perimetr o deməkdir ki, tərəflərin cəmi. Bunu bilirik. Baxın, bura 6-dırsa, qarşı tərəfdə 6-dır. Eni 8-dirsə, qarşı tərəfdə 8-dir. Hesablaması necə olacaq? Hesablamasını burada görə yerləşdirə bilirik. 2 vurulsun 8 üstə 6. Baxın, hər tərəfdən 2-dən olduğuna görə 2-yə vuracam. 8 üstə 6 14 elədiyinə görə 2-yə vursaq 28 olacaq. 28 cavab D bəndi 47-də. 48-ci sual. Gülnarın anası almalı piroq bişirdi. Gülnar piroqun 16-da 5 hissəsini yedi, neçə hissəsi qaldı? Baxın, 16 hissədir, 5 hissəsi yeyilibsə, 16-nın 5-i gedibsə nə qalır? 11 elədir. Deməli, 16-da 11 hissəsi qaldı. A bəndə olacaq 48-də. 49-cu sual. İki şəhər arasındakı məsafə 36 kilometrdir. Avtobus bu yolun 3/1 hissəsini getdi. Qalan yolun uzunluğunu tapın. Burada çaşmayın. Baxın, siz 336-nın 3/1-ini tapsaz, çox şagird burada çaşır. Deməli, 336-nın 3/1-ini tapdıqda 3-ə bölsəz 336-nı 3-3-ə bir dəfə, bu da bir dəfə, bu 2 dəfə. 112 alırsınız, düzdür. Bəzi şagirdlər 112 alıb gedib A bəndini vurub. Elə deyil. Bizdən qalan yolu soruşur. Qalan yolu soruşursa neyniyərik? 336-dan çıxarıq 112-ni 4, 2, 2, 224, 49 olacaq C bəndi. 50-ci suala baxırıq. Səmədin 30 qara, qaradan 2 dəfə çox. Baxın, qara, bir dəqiqə yazım. Qara 30-dur. Qaradan 2 dəfə çox sarıdır. Sarı isə ki, qara 30-da ondan 2 dəfə çox olacaq 60. Və 22-də yaşıl yazıram. 22-də yaşıl oyuncaq maşını var. Cəmi bizdən soruşduğuna görə neyniyərik? Toplayarıq. 30 üstə 60-ı gələri eləyəcək 90. 90 üstə 22 gələndə 112 eləyəcək. Cavab olacaq 50-də C bəndi. 51-ci sualda deyir ki, hər birində eyni sayda düymə olan 5 qutuda cəmi 50 düymə var. 8 belə qutuda neçə düymə var? Hər birində eyni saydadır və 5 qutudur, cəmi 50-dirsə biz 50-ni 5-ə bölərik.
Düzdür. Yazıram. 50/5 nə olacaq? 10 olacaq. Deməli 5 qutunun hər birində 10 dənədirsə, 8 qutudan nə qədər olar? Neyniyərik? 8-i bir dəqiqə. 8-i vurarıq 10-a. Nə alarıq? 80. 51'de olacaq B bəndi. Sualda deyir ki, düzbucaqlığın uzunluğu 26 desimetr, eni isə uzunluğundan 1 metr 2 desimetr qısadır. Bu düzbucaqlığın perimetrini tapın. Deməli, tərəflərin cəmi bizdən istəyir. 1 desimetrimiz 10 santimetr idi. Elədir. Dedim ki, burada səliqəli yazılmır, amma ümid edirəm ki, anlaşılır. Gəlin indi düzbucaqlığını çəkək. Uzunluq 1 desimetr əgər 10 santimetrdirsə 26 desimetrin santimetrini tapmaq üçün 26-nı 10'a vururuq. Düzdür? Olacaq 260. Uzunluğu 260 santimetrdir. Çevirəm ki, santimetrə rahat hesablayım. Baxın, uzunluq bundan qısadır. 1 metr 2 desimetr. 1 metrimiz 100 santimetrdir. 2 desimetrimizdə 20 santimetr olur. Olur 120. 260'dan deməli uzunluqdan 120 santimetr qısa. Burada yazıram 260'dan 120 santimetr qısa nə olacaq? 140 olacaq. Elədir. Onda endə 140'dır. Tərəflərin cəmini istəyir. Baxın, bayaq yazdığımız kimi yazaq. Bayaq necə yazmışdıq? Perimetri tapmaq üçün yazdıq ki, bir dəqiqə bu da getdi. 2 vurulsun 140 üzerine gel 260. Baxın 140 üstə 260'ı gəlirik 300 400 eləyir düzdür. 400'ü də 200'ə vursaq neçə eləyəcək? 2'yə vursaq daha doğrusu 400'ü də vururuq 2'yə. 0 0 8. Baxın 800 santimetrdən bəhs edir. Yəni santimetr olur cavab. Amma bizdən desimetr kimi soruşur cavabları. 800 santimetre desimetrə çevirəndə bir dənə sıfırımız gedəcək də, yəni ona bölürük. Olur 80. 52'də A bəndi olacaq. Keçirik 53-cü suala. Bölən 50'dir, qismət 4'dür. Baxın, bölünən yoxdur. Bölən 50'dir, cavab 4'dür. Olarsa qalıqda 6'dır. Qalığı yaddaşımızda saxlayırıq. Hələ ki qalıqla bir işimiz yoxdur. Baxın, biz bilinməyən, yəni bu məhsulu tapmalıyıq. Neyləyirik? Yəni bölünənimiz yoxdur. Baxın, bu qisməti bölənə vuranda biz bunu tapacağıq x-i. 50'ni 4'ə vuranda neçə eləyir? 200 düzdür. 200 bu x-i tapdıq. Qalığımda var idi yaxı 6. Cavab olur 206. Yəni bölünənim 206 imiş. 53'də D bəndi. Keçirik 54'ə. 54'də 3 bucağın neçə təbəsi olduğunu soruşur. Baxın. 1, 2, 3 təbəsi vardır. Olacaq A bəndi. Keçirik 55-ci suala. 385 ədədini onluqlara qədər yuvarlaşdırdıqda alınan ədədin rəqəmləri cəmi bizdən istəyir. Baxın. 385'i onluqlara gedir. Yəni baxın, bura baxıram. 4'dən böyükdür, düzdür. Deməli 8'ə birdən gedəcək, olacaq 390. Bunun rəqəmlərin cəmi, yəni 3 üstə 9 üstə 0 neçə eləyir? 12. 55'də olacaq D bəndi. 56-cı sual. Bir qabda 8 litr, digərində 7 litr süd var idi. Qablardakı süd qarışdırıldı və 3 litrlik qablara doldurularaq mağazaya göndərildi. Mağazaya neçə qab süd göndərildi? Baxın. 8 litrlə 7 litri qarışdırıblar. 15 litr əldə ediblər, elədir. Və bu 15 litri 3 litrlik qablara töküblər. Yəni 15'i 3'ə bölüblər. Eləyib 5. Cavab olacaq 56'da B bəndi. 57. 10 il əvvəl Saranın 5 yaşı var idi. İndi Saranın neçə yaşı var?
10 il əvvəl 5 yaşı varsa, üzərindən 10 il keçib də, yəni indi onun 15 yaşı olacaq. C bəndi 57-də. Amma desəydik ki, bəs 10 il sonra, yəni gələcəyi soruşur. 10 il sonra neçə yaşı olacaqdı? Biz keçmişi deyəndən sonra indiki yaşını tapmalıyıq, o halda sonra gələcək yaşını tapmalıyıq. Məsələn, tapdıq ki, indiki yaşı 15-dirsə, desək ki, o bəs 10 il sonra o halda olacaq 25. Amma buradan sadəcə indi neçə yaşı var soruşur. Təbii ki, C bəndi 15 olacaq. Keçirik 58-ci sual. 58-ci sualda 6 kilo fındıq 30 manatdırsa, 9 kilo fındıq neçə manat olar? Baxın, 6 kilo 30 manatdırsa, hər bir kiloya düşən manatı tapmalıyıq. Nə etməliyik? 30-u bölməliyik 6-ya, olacaq 5. Deməli, 1 kilosu 5 manat imiş. O halda 9 kilosu nə qədər olar? 9 kilonu 5 manata vuraram, olacaq 45 manat. 58 daha bəndi. 59-cu suala baxırıq. Ən böyük rəqəmli ədədlə ən böyük bir rəqəmli cüt ədədin hasili hansı bəhdə düzgün verilib? Ən böyük rəqəmli ədəd hansıdır? 99 təbii ki. Bəs ən böyük bir rəqəmli cüt ədəd. Baxın, ən böyük bir rəqəmli 9-dur. Amma 9 təkdir, cüt deyil. Demək 8-i götürərəm. Burada da bizdən hasil istəyir, yəni vurma. 8-ə vurarıq. 72 eləyəcək 8 dəfə 9. 7 yadda 72, 79. 792, 59 daha bəndi. Sonuncu suala baxırıq. 48-dən əvvəlki və sonraki ədədlərin cəmi neçədir? 48-dən əvvəl neçə gəlir? Yazaq. 47 gəlir. Bəs 48-dən sonra neçə gəlir? 49 gəlir. 9 da 7, 6, 1 yadda, 4 üstü 4, 8, o da 1, 9, 96, 60 da olacaq. D bəndi. Suallarımız bu qədər. Ümid edirəm ki, faydalı oldu hər birinizə.